Salam müəllimlər, hər vaxtınız xeyir. Bu gündən etibarən başlayırıq 2026-2027 yeni çərçivə sənəd əsasında kurikulumdakı mövzuların izahına. İzahlardan xəbərdar olmaq üçün kanalı izləməyi unutmayın. Başlayırıq ilk dərsimizdən, yəni kurikulum haqqında ümumi məlumat. Kurikulum nədir? Bilirik ki, kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirməsini özündə əks etdirən bir konseptual sənəddir. Konseptual yenilənmiş deməkdir. Yəni hər il kurikulum görürük ki, yenilənir. Çünki hər il artıq dünyada baş verən dəyişikliklərə görə artıq kurikulumda da dəyişiklik yaradılması zəruri olur. Yəni elə kurikulumda tətbiqi buradan başladı. Dünyada qlobal iqtisadi dəyişiklik nəticəsində artıq ölkələrin qarşısında belə bir problem durdu ki, yəni köhnə təhsil proqramı bugünkü dəyişikliklərə cavab vermirdi. Cavab vermədiyi üçün artıq yeni təhsil proqramı tətbiq edilməyə başladı. Bu da oldu kurikulum. Deməli, kurikulum biz dedik ki, 3 hissədən ibarətdir. Təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi. Məzmun burada həmin kurikulumdakı nəzəriyyələrdən, ümumiyyətlə, yəni nəzəri biliklərdən bəhs edir. Təşkil, yəni müəllimin dərsin təşkili necə qurur, o haqda danışır. Tutalım ki, hansı iş üsullarından, hansı strategiyalardan istifadə edir. Qiymətləndirmə də müəllim şagirdi necə qiymətləndirir, hansı ki, burada summativ, formativ, diaqnostik qiymətləndirmə öz əksini tapır. Deməli, kurikulum nəyə cavab verdi? Şagird nəyi öyrənir, necə öyrənir? Yəni, kurikulum şagird mərkəzli oldu. Əvvəlki SSR vaxtında olan təhsil proqramında müəllim mərkəzli idi və yəni müəllim əsas rol oynayırdı. Müəllim avtoritar bir deməli mövqeyə malik idi. Şagirdin maraqları nəzərə alınmırdı. Amma yeni tədris proqramında artıq şagirdin maraq istəkləri nəzərə alındı. Bu da pedaqoji biz prosesləri keçəndə görəcəyik ki, orada şagird yönümlü prinsipdə bu dediklərimiz öz əksini tapır. Beləcə, keyfiyyətli kurikulumun bir neçə göstəriciləri oldu. Burada da qeyd eləmişəm, APET sözü ilə yadda saxlayırıq. Yəni, APET o deməkdir ki, birinci söz aktual olduğunu göstərir, ikinci deməli produktivliyi, effektivliyi, D isə davamlılığı, daha doğrusu praktikliyi. P praktik olmasın. Yəni, praktik nədir? Təcrübədə təsdiq olundu mu? Bəli, olundu. Davamlılıq nədir? Yəni, bir-birlə əlaqəlidirmi buradakı mövzular? Effektivliyi, yəni bugünkü dövrün tələblərinə cavab verirmi? Bunlar, deməli, kurikulumun keyfiyyət göstəriciləri oldu. Biz də bunu APET sözü ilə yadımızda saxlayırıq. Bəs UNESCO-ya görə keyfiyyətli kurikulumun xüsusiyyətləri nədən ibarət idi? Hər birini burada qısa şəkildə yazmışam. Yəni uzun şəkildə yadda saxlamağa ehtiyac yoxdur. Zaten yəni əsas odur testdə düşəndə biz göz yaddaşımızdan yadımıza saxlayaq. Bunları əzbərləmirik. Birinci o idi ki, aydın məqsədlərin olması, sonra müasir tələblərə uyğunluq, şagirdlərin indiki və gələcək həyatına uyğunluq, sosial və iqtisadi baxımından faydalı olması, ədalətli və inklüziv olması. Qeyd edin ki, inklüzivlik əvvəllər sadəcə fiziki cəhətdən, fiziki imkanları məhdud şagirdləri nəzərdə tuturdu. Ancaq artıq yeni kurikulumda inklüzivlikdə deyir ki, yəni şagirdin potensialı, öyrənmə, oxuma sürəti nəzərə alınır. Bu da inklüzivlik, yəni hər bir şagirdə fərqli yanaşmaq. Sonra şagird yönümlü olması yanaşma, yəni şagird yönümlü yanaşma bayaq qeyd elədim, şagirdin marağı, potensialı, tələbatı bunların nəzərə alınması, açıq və çevik olması, yəni yeniliklərə uyğundurmu, uyğun deyilmi? Ardıcıl və əlaqəlilik, yəni hər bir mövzu bir-birinlə əlaqəli gəlirmi, bir-birinə qarşı uyğunluq təşkil edirmi? Burada deməli ardıcıl və əlaqəliliyi göstərir. Yəni yeni kurikulum onu deyir ki, hər bir müəllim öz deməli fənninin tələblərini, metodik vəsaitlərini, öz fənnində olan yenilikləri, deməli təlim nəticələrini bilməlidir, inteqrasiyanı, deməli planlaşdırmanı, qiymətləndirmə vasitələrini, qiymətləndirmə meyarlarını. Çünki bildiyiniz kimi artıq yeni qiymətləndirmə köhnə qiymətləndirmədən bir qədər fərqlənir. Yəni əsasən şagirdə biz qiymət vermək yox, nəyi öyrəndi,
necə əks əlaqə qurur, buna baxırıq. Yəni artıq o rəqəmlərdən ibarət qiymətlər öz aktuallığını qoruyub saxlamadı. Sadəcə summativ qiymətləndirmədə bizə bal, yəni tətbiqi lazım olur, amma gündəlik formativ qiymətləndirmədə biz nəyə baxırıq? Şagird nəyi öyrəndi, nə də zəifdir. Yəni bu da şagirddə qiymət qorxusu yaratmadan, yəni onda inkişafa bir zəmin yaradır. Deməli, dedik, kurikulum əsas hissədən ibarətdir. Təhsil məzmunu təşkili qiymətləndirməsi ilə bağlı deməli məsələləri özündə əks etdirən bir konseptual sənəddir. Konseptual da dedik, yenilənmiş sənəd. Deməli, hər dərs bu şəkildə konspekt üzərində izah edəcəm. Konspekt mənə aiddir. Ancaq ödənişsiz dərslərimizə qoşulanlar PDF-in özünü əldə edir. Düzdür, belə dərs zamanında skrin edib götürə bilərsiniz. Qeyd edeyim ki, fevralın əvvəlindən ödənişsiz dərslərimiz start götürdü. Qoşulmaq üçün 077 527 89 64 nömrəsi ilə əlaqə saxlayıb qrupa əlavə oluna bilərsiniz. Sağ olun, növbəti izahlarda görüşənədək.